Məmməd bəy Sulkeviç, Cümhuriyyət ordusunun peşəkar əsaslarla qurulmasına mühüm töhfə verən hərbi xadimlərdən biri kimi Azərbaycan tarixində xüsusi yer tutur. Milliyyətcə Polşa tatarı olan Sulkeviç, Rusiya İmperiyası ordusunda general-leytenant rütbəsinədək yüksəlmiş, zəngin hərbi təcrübəyə malik peşəkar zabit idi. 1919-cu ilin martında Azərbaycan ordusunda xidmətə başlayan Sulkeviç, baş ərkani hərbin rəisi təyin edildi. Onun rəhbərliyi ilə hərbi idarə etmə sistemi təkmilləşdirildi, qərargahın fəaliyyəti gücləndirildi və qoşun hissələrinin döyüş hazırlığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Səməd bəy Mehmandarov Sulkeviçin hərbi bilik və bacarığını yüksək qiymətləndirir, onun Azərbaycan ordusunun müasir əsaslarla qurulmasına mühüm töhfə verəcəyinə inanırdı. Sulkeviç hərbi intizama, dəqiq idarəçiliyə və peşəkarlığa xüsusi önəm verirdi. O, yeni təlim proqramlarının hazırlanmasını, köhnəlmiş hərbi nizamnamələrin yenilənməsini və döyüş hazırlığının gücləndirilməsini vacib hesab edirdi. Onun rəhbərliyi ilə atəş hazırlığı proqramları təkmilləşdirilir, hərbi hissələrin hazırlığı daim nəzarətdə saxlanılırdı. Sulkeviç milli hərbi simvollara da xüsusi diqqət yetirir. Azərbaycan Cümhuriyyəti ordusunda 8 güşəli ulduzdan istifadə olunmasını müdafiə edirdi. Onun peşəkar yanaşması Səməd bəy Mehmandarovun hərbi quruculuq siyasəti ilə uzlaşaraq ordunun möhkəmlənməsinə xidmət etdi. Lakin qarşıda Azərbaycanı daha ciddi sınaqlar gözləyirdi. 1919-cu ilin yayından etibarən Denikin təhlükəsinin artması ordunun qarşısında yeni müdafiə vəzifələri yaratdı. Bu şəraitdə Sulkeviç ölkənin hərbi təhlükəsizliyinin təmin olunması, səfərbərlik planlarının hazırlanması və strateji müdafiə tədbirlərinin həyata keçirilməsində fəal iştirak etdi.